Dəvə qocalıb əldən düşür. Sahibinin yanına çağırır ki, səndə bəzi haqlarım var. Gəl halallaşaq. Sahibi deyir, necə yəni? Dəvə deyir, mənim 2 çuvala gücüm çatdığı halda mənə hər zaman 3 çuval yükləmisən. Bu haqqımı halal edirəm. 5 günə gedəcəyim yolu məni döyərək 4 günə getməyə məcbur eləmisən. Bu haqqımı da halal edirəm. Günlük yeməyim 10 kilo olduğu halda mənə 8 kilo yemək vermisən. Bu haqqımı da halal edirəm. Yenicə balalamışdım. Qonağın gəldi deyə balamı kəsib, qonağına yemək pişirib verdin. Bu haqqım da halal olsun. Dəvənin gözləri uzaqlara tikildi. Bir neçə saniyə sustu, sonra dilləndi. Amma bir haqqım var ki, onu heç vaxt sənə halal etməyəcəm. 10 ildən çox eyni yolu getdim. Yolu əzbər bilməyimə baxmayaraq, hər dəfəsində mənim yüyənimi eşşəyin nöqtasına bağlayıb, eşşəyə yol göstərmək üçün qabağa saldın ha. Bax onu sənə heç vaxt bağışlamayacam. Həyatda da belə şeylərə çox rast gəlmişik. İşçi çox bacarıqlı olduğu halda ona rəhbərlik edən şəxs